Xarici görünüş işə qəbulda vacib faktor hesab oluna bilərmi? Ümumiyyətlə, xarici görünüşünə baxıb deyə bilərlər ki, yox, bu adamı işə götürməyək, bu bizə yaramır. Və yaxud da, bax, bu adam görünüşü bizə qane edicidir. Ya da məsələn, kimsə gəlir, işə müraciət edir, dövlət qurumunda və s. Gələndə deyir, siz işə götürürük, amma işə başlayanda saqqalınızı kəsəcəksiniz. Hə, nə qədər adam var ki, illərdir dövlət qurumlarında bu qayda var, illərdir. Onları başa düşürük. Amma özəl şirkətlər bunu eləyə bilərmi? Dövlət qurumu məlumdur da, dövlət məsuliyyəti var onun üzərində. Ona görə də sən mümkün şəkildə səliqə səhmanla getməlisən işə. Amma özəl şirkətlər də belə qadağa qoyanda adam qalır belə çaşbaş ki, sənə mənim işim maraqlıdır, yoxsa mənim saqqalımla sənin nə işin var? Əslində necə olmalıdır? Saqqalın formasına filan da müdaxilə edirlər. Əslində necə olmalıdır? Bax, buna cavab axtarmışıq bu suala. Bu insan hüquqlarının pozuntusuna gətirib çıxartması. Saqqalın əhəmiyyəti mənə deyin, başlar əhəmiyyəti varsa qoysunlar. Son günlər işə qəbul zamanı xarici görünüş, xüsusilə də saqqal məsələsi ictimai narazılıqlara səbəb olub. Bəzi şirkətlər bunu daxili qaydalarla əsaslandırsa da, vətəndaşlar bu yanaşmanın nə dərəcədə əsaslı olduğunu sual edirlər. İşə götürən iş rejimində nə tələb varsa ona işçi əməl eləməlidir. Saqqalın əhəmiyyəti mənə deyin, başlar əhəmiyyəti varsa qoysunlar. Sadəcə olan insanlar hüququnu pozmaq deməkdir. Elə işlər var ki, orada saqqal lazım. Saqqal olması daha yaxşıdır. Bir şəxs ki, öz işində daha uğurludursa, onun saqqal saxlamamağı məncə problem olmamalıdır. Saqqala görə namizədi rədd etmək ayrı-seçkili riski yaradırmı? Bəli, yarada bilər. Çünki əgər saqqal dini inancla bağlıdırsa və yaxud da milli mədəni identiklə əlaqəlidirsə, nəticədə dolayı ayrı-seçkilik, etik pozuntu və bəzən isə hüquqi risk yaradır. Görünüşlə bağlı tələblər insan hüquqlarını pozmamalı və yalnız işin mahiyyəti ilə əlaqəli olmalıdır. Amma bu elə olmalıdır ki, bu insan hüquqlarının pozuntusuna gətirib çıxartması. Yəni, vətəndaşın şəxsi azadlıqlarına ziyan gətirməmiş olsun. Bu ifrat dərəcədirsə və kifayət qədər o iş ahənginə, o işçilərin pozulsa, əlbəttə burada da müəyyən o geyim qaydalarını tənzimləmək olar. Hər hansısa bir namizədin saqqalının olması onun peşə biliklərini, həmçinin iş bacarığını, məsuliyyətini və etik davranışını təsir etmir. Şirkət tərkibində, korporativ mühitində mənə xoş gəlmir və yaxud da şirkət rəhbəri bu məsələni, misal üçün saqqalın olmasını sevmir. Yəni bu formatda hər hansı bir işçiyə yanaşılması doğru deyil. Ekspertlərin fikrincə, bu sahədə daha aydın hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Ona görə də bu məsələləri yaxşı olar ki, ayrıca bir normativ hüquq tənzimləsin və burada müəyyən standartlar müəyyənləşdir olunsun ki, hansı hallar burada işçi də bilsin, işə götürən də bilsin ki, onun hüquqları harda bitir, işçi də bilsin ki, onun hüquqları hara qədərdir. İşə qəbulda əsas meyar işçinin bacarığıdır. Saqqal işə mane olmadıqda problem sayılmamalıdır. Bu səbəbdən imtina narazılıq və hüquqi risk yaradır. Belə, işə mane olmadıqda problem yaratmamalıdır. Belə düşünür. Əksər gənclərin də fikrinə şərikəm, onların da fikrini gördünüz. Onlar da deyir ki, əgər sənin işin belə faydalıdırsa, faydalı iş əmsalın yüksəkdirsə, şirkətə zərər vurmursansa, öz işin öhdəsindən uğurla gəlirsənsə, saqqalı burada problem etməməlidirlər. Amma bir də bunun tərəfi də var, daxili qayda tərəfi də var. Məsələn, şirkət rəhbərliyi özü deyir ki, mən istəmirəm də mənim işçim saqqalı olsun, mən istəmirəm qardaş. Sən demirəm ki, sən pis işlə məşğulsun, get başqa yerdə işlə də. Yəni, mənim əlimin altındakı heyətdə bu görünüşdə işçi istəmirəm.